nə məsələdir? Sənə təvəkkül eləyəni sən bu günə qoyursan. Bəzi iman əhlinin belə problemi var. Mən Allaha təvəkkül etmişəm. Allaha təvəkkülümüzə bir tədbirin olsun. Təfəkkür olmalıdır təvəkkülün arxasında. Tənbəllik göstərib, heç bir iş görmədən Allaha təvəkkül etmə, bax bu nə qədər yanlışdır. O qədər olub hadisələr baş verir, düşmüşük təşvişə, özümüzü vurmuşuq oda közə. Sonra illər keçib üstündən oturub analiz edirsən ki, nə yaxşı ki bu hadisə baş verdi. Keçməyib Quranda deyir, səhabə yoxdur. Səhabanın hadisəsi yoxdur. Tarixi inkar eləyək, tarix yoxdur. Bu boyda məsələn, məsələni necə həll edəcəyik? Qələmi götürürsən kağız yazmağa, kağız tut tərpənməsin. Niyə tərpənməsin ki? Yazı yazacaqsan. Yazı üçündür də, yazıdan başqa nə üçündür? Təvəkkül nəyə deyilir? Hərəkət eləyəndə nəticədən qorxma, təvəkkül elə. Bismillahirrahmanirrahim və bihi nəstəin. Əziz və möhtərəm izləyicilər, hər vaxtınız xeyir olsun. Allahın salamı olsun sizə. Doğru yanaşmanı izləyirsiniz. Ötən həftə gözəl bir mövzu ətrafında ustadlar çıxış eləmişdi, danışmışdılar Allaha təvəkkül barədə. Mövzu çox genişdir. Düşündük bu həftə də inşallah bu mövzunu sizə təqdim edək. Əziz və hörmətli ruhanilərimiz, ilahiyyatçı alimlərimiz Hacı Ramil Bədəlov, Seyyid Mircəfər Əyyubov və Axund Azər Sani yenə də sizin qarşınızdadır. Yenə də təvəkkül barədə söhbətləri olacaq. Əziz ustadlar, salamlayıram sizi. Xoş gördük. Salamünaleyküm. Mən istərdim Allaha təvəkkülün dərəcələri varmı, yoxmu? Hansı məsələn mərtəbələrdir? Buradan başlayaq. İcazə versəz əgər belə bir sualdan başlayaq. Ümumiyyətlə təvəkkülün dərəcələri varmı? Yaxşı olar da bu sualla başlayaq, davam edək mövzumuza. Gəmlərik mən. Buyurun. Buyurur. Buyurun. Buyurun hacı. Təşəkkür edirəm suala görə. Mən də dəyərli ustadları salamlayıram. Xoş gördünüz. İzləyicilərimizə salamlayıram. Deməli, mövzumuz birazca da qissəli elə ustadlarla dərdləşdik ki, biraz da geniş olsun deyənə bu günə də bu verilişin davamı olaraq danışırıq. Bəli, təvəkkülün dərəcələri belə bir mövzu da var dini mətnlərimizdə. Buyururlar ki, 3 dənə xüsusi dərəcədən qeyd olunur. Bir yanaşma tərzi bundan ibarətdir və birinci və zəif mərhələ kimi təqdim edirlər. O da bundan ibarətdir ki, insan Allaha təvəkkül eləməsini bənzədirlər. Bir işdir, bir problem var. Məsələn, tutaq ki, iş məhkəməyə dayanıb, sən vəkil tutursan. Necə bir nəfəri vəkil tutursan və vəkil başlayır neynəməyə, işləri öhdələnməyə, sənin əlindən tutmağa. Əlbəttə, burada sənin də vəzifələrin olur, sən də neynirsən, çalışırsan və s. Bir növ vəkil aspektindən baxaq, o istiqamətdən baxıb təhlil edir. Burada artıq belə deyək də sən ola bilər vəkil hətta bir fikir deyirsən, o fikrinə dəyişirsən, məsələn bir söz deyirsən və s. Misal üçün. Daha sonraki ikinci mərhələ gəlir, deyir, ondan da bir pillə yuxarı mərhələdir. O da bundan ibarətdir ki, bir uşağın anaya olan etimadı. Uşağın anaya olan etimadı. Görsən, ağlayır, neysə əldə edir, istəyir, onu əldə edir. Uşaq görsən, anaya bilsən, çox arxayındır. Mən bir dəfə yadıma gəlir, uşaq, məsələn, çıxıb stolun üstədə, misal üçün, sən dayanırsan, elə sən əlini qaldırmamısan, bu atır özünü ki, 100% arxayındır ki, sən onu tutacaqsan da. Belə, yəni, bu qədər arxayınçılığı var. Söhbət ondan da getmir, kimsə ötüsün özünü hardansa atsın. Yəni, söhbət etimaddan gedir, inamdan gedir. Çox yaxşı misaldır da, ancaq hansı birimiz Allahla elə rəftar eləyə bilirik? Bəli. Allahla bu cür nədə? Məsələn, Allah ki, vədlər verib, vədlərə o cür etimad bəsləmək ki, bu bizə əgər bunu söz veribsə 100% həll edəcək. Yəni, şəkdə şübhədə olmamaq, belə deyək. Və bu etimadı qazanmaq. Və burada hələ də insanın, belə deyək də, istəkləri da var. Bu uşağın özündə istəkləri var. Amma üçüncü mərhələdə də bir pillə də yuxarıdır. Deyirlər də orada istəklərin fani olur Allahın istəyində. Molla Sədranın fikrini demək istəyirəm sizə. Deyir ki, kəl-meyyit beynə yədəyil qəssal. Bir dənə meyyit nəzərə alın, bir cəsəd, dünyasını dəyişmiş bir insan, bir qəssal, qüsül verənin qabağında necə dayanıb?
Da məsələn, mən onu sağa fırlatmaq istəyəndə bu sola fırlanmır ki. Yəni Qəssal həm də ölüyana da acı bunu qüsül verən. bizdə ölüyan deyirlər, mərdəşür deyirlər. Yəni qüsül verən ki, nəzərdə tutulur, bəli. Yəni təsəvvür edin ki, orada məsələn qüsül verən sağa çevirir, sola çevirir da sən konkret olaraq elə daha doğrusu onun da qabağında konkret bütün vücudunu verib də ona da. Bir növ təslimdir o şəxsin qabağında. Bu bir dənə yanaşmadır. Mən təslimdə də bir çıxarış görmüşdüm. Mərahildə də çıxmışdı. Zahirən yadımda qalan, amma təslimdə 100% deyir ki, insan bəzi vaxtlar Allahla ünsiyyəti, rabitəsi o həddə gəlir, yetişir. Deyir, o Arif deyir, gəmidə idi. Biraz yuxarı pillədir də. Yəni, deyir, Arif gəmidə idi. Birdən deyir, fırtına oldu. Fırtına olanda gəmi batmaq ərəfəsində idi. Biri oradan qışqırır ki, sən Arifsən də dua elə. İndi dua zamanı deyil, təslim zamanıdır. Bu, o demək, mənə düzgün başa düşək. Məsələn, İbrahimdən bir hekayə gətirirlər. İbrahim Peyğəmbərin o hadisəsi ki, məşhurdur. Onu odun, alovun içinə atanda deyirlər, gəlir, məsələn, Mikail mələk gəlir, o birisi mələk gəlir. Həzrət Cəbrail deyir, nə qulluqdur, əmmələkə fəla. Hətta axırı deyir, Allahdan nə istəyirsən? Orada bir dənə söz deyir, həsbi Allah niməli vəkil. Davamı maraqlı deyir, həsbi min sualiyə elmuhu bihali. Onun mənim vəziyyətimi bilməsi, mənim ondan nəsə istəməyimə ehtiyac yoxdur. Bu bir haldır. Bu o demək deyil, biz hacətlərimizi istəməyək. Çünki mövzuları biraz dəqiqləşdirək ki, sabah problem yaşamayaq da o mövzuların ətrafında. Bəli, təvəkkülün bir mərhələsi də bundan ibarətdir ki, insan Allahın huzurunda ma yəşauna illa ən yəşa Allah məqamına gəlir, yetişir. İstəyi fani də Allahın istəyində. O istəyir artıq. O bunun gözü ilə baxır, o bunun dili ilə danışır, o bunun qulağı ilə eşidir. Daha bütün vücudu istiqamətlənib tamamilə Allaha. Bu da bir növ təvəkküldür. Bu daha yüksək ariflərin, övliyaların, imamların bir Allaha olan bağlılığıdır. Mən belə başladım. Yəni bundan da genişdir mövzu inşallah. Bir dənə müdaxilə istəyirdim bu söhbət edeyim ki, icazə özünə. Bir dənə sual çıxır. Bu qulaq asanlar adama sual verə bilərlər ki, yəni elə bir dua ola bilərmi ki, imam eləsin, qəbul olmasın? Axı, imam da özünü bu aləmdə, bu həll eləyib özündə, onun da istəyi Allahın istəyidir. Bəs necə olur, belə bir problemlər olur? Hələ bir şey istəsin, o şey olsun da. Niyə bu problemlərlə məşğul olur imam? Hələ duanla olmaz ki, həll eləsin bu işi. Məsələ budur ki, o hələ Allah da belə eləyir də. Bir şey ol deyir, o şey olur. Bir şey istəyir, o şey istəyir. Məgər imam olmasın, peyğəmbər olmasın, kim olur o olsunsa, məxluqu Allahdan çox istəyən yoxdur ki. Allah hər şeydən məxluqunu çox istəyir. Sadəcə olaraq ol desə olar. Bu məsələ robotlaşmaq demək deyil. İnsanları öz ixtiyarına buraxırlar. Məcburi heç eləmirlər. Elə imam oturardı, dua eləyərdi, Həzrətəli dua eləyərdi, əşəs adam olardı. Əmraz normala dönərdi. Məsələ o deyir. İnsan özü cəhd eləməlidir. Və imamın da o məqamı hələ təvəkkülün ən böyük məqamıdır ya. Çünki təvəkkül bizə nəyi öyrədir? Bax, təvəkkül özü bir nədir? Əməldir, əməl deyil. Amma feildir. Sadəcə olaraq bu haldır, əməl deyil, hal. Qəlbin halıdır. O qəlbin halını gətirib, o yerə getirib çıxartmaq lazımdır ki, tam o bayaq Hacı Ramil deyir, bütün ixtiyarı verirsən ona. Nəyin ixtiyarını verirsən? Mən heç nə eləməyim, o eləsin. Yox, o deyil məsələ. Mən hər şeyi düz eləyim, səbəbləri düz yerinə qoyum, vaxtında eləyim, düzgün eləyim. Hər nə baş verirsə, mən düz eləyəndə əvvəlcədən bir aramlıq, bir iman lazımdır ki, sən biləsən ki, Allah səni sevir. Allah səni yaradıb, Allah sənə ruzu verəcək, Allah səni qoruyacaq. Buna tam arxain olasan, necə ki, körpə uşaq valideyninə o cürünə arxaindir. Amma bunu düşünərək eləmir uşağa. Sadəcə olaraq elə
bu cür nə də bilir. İnsan Allaha qarşı bayaq Seyid Ağa dedi ya ki, hansı birimiz belə eləyə bilirik? Çox çətin məsələdir ki, insan Allahın o cür arxayın olsun. Bu şərtlə ki, səbəbi də düzgün qoyasan, ha? Düzgün qoy, nəticədə sənin işin olmasın. Artıq burada riza məqamı əmələ gəlir. Hadisə ilə razılaşırsan, nə baş versə. Razılaşanda da insanda bir dənə də hal əmələ gəlir, artıq hikməti bilirsən. O işin hikmətini bilirsən razılaşanda. Daha doğrusu, hikməti başlayırsan axtarmağa və nəticədə onu tapırsan. Və zaman keçdikcə düşünürsən ki, onsuz da zaten belə olur ha həyatımızda. O qədər olur, hadisələr baş verir, düşmüşük, təşvişə, özümüzü vurmuşuq, o da közə. Sonra illər keçib üstündən oturub analiz edəndə deyirsən ki, nə yaxşı ki, bu hadisə baş verdi. Bunu elə vaxtında lazım idi. O təqvalı adam nədir? O işi elə vaxtında o cür düşünən adamdır. İnsanın bir halı var, bir hərəkəti var. Məsələn, namazda hal da var, hərəkət də var. Hərəkətin nədir? Rüküyə gelirsən, səcdəyə gelirsən, qiyamda dayanırsan, qunut tutursan. Bu sənin hərəkətdən. Halın nədir sənin? Xuşu və huzur halında olmalısan da sən. O təvəkkül də bir haldır ki, o halı sən özündə qazanmalısan. Mütləq arxasında təfəkkür olmalıdır. Təvəkkülün arxasında sağlam təfəkkür olmalıdır ki, sən işi hükmə tapşırırsan. Bu hansı varlıqdır? Və nəticədə sənin o dediyin sual var, təvəkkülün o mərhələləri var, dərəcələri var. İnsanın Allaha mərifəti nə boydadırsa, təvəkkülün də dərəcəsi o boyda olacaq. Ondan artıq mərifət çox mühümdür. Bəli, mərifət burada ki, biləsən ki, sən hansı varlığa işini tapşırmısan. Bir dənə məsələyə fikir versək, mən qoy fikrimi tamamlayayım, keçən dəfəkin qəzasını eləyim. Keçən dəfə qoymamışıq sənə daxil. Yox, estağfurullah. Mən zövq almışam, sizdən mən qulaq asmışam. Baxın, la ilahe illallah nədir? Hərə bir söz deyər də. Allah özü nə deyir? Mənim qalamdır. Diqqət elə, qalamdır. Və yaxud filan əməl nədir? Dinin sütunudur, rüknüdür. Fikir verirsiniz, inşaatda olan məsələlərdir ya, sütun. Namaz özü dinin sütunudur. Namazın özünün sütunları var, rükündür də olar. Vacib başqa şeydir, rükün başqa şeydir. Yeri gəlmişkən qoy olar da deyir, vacib budur ki, bilməyərəkdən tərk eləsən, namazın batıl olmazsa onun qəzasını eləyərsən. Bilməyərəkdən, bilərəkdən eləsən heç. Bilməyərəkdən vacibi tərk eləsən, namazı davam elə, vaxtı keçibsə əgər. Sonra onun qəzasını eləyərsən, o əməlin, bütün namazın yox. Amma rükün belədir ki, bilərəkdən, bilməyərəkdən, bildin ki, ya bunu etməmsən, artıq bu namaz durun tezdən başlamalısan. Rükün budur. 5 dənə rükün var. Rükünün özü də nədir? Sütundur. Fikir versən, bu da evdə olur da. Demək, Allah Teala deyir ki, İslam dini bir dənə qaladır bu la ilahe illallah, bir dənə qaladır bu İslam dinidir. Bu, hər peyğəmbər bunun bir işini görüb. Əgər bu işlərdən biri olmasa, naqis olacaq, olmayacaq. Ona görə deyir ki, səndən əvvəlkilərə də iman gətirsin. Səndən əvvəlkilərə də nazil olanlara insan iman gətirməlidir. Mələklərə iman gətirməlidir. Bütün bunlar nədir? Evin bütün hər şeyi şərtdir də. Döşəməsi bir şərtdir, tavanı bir şərtdir, divarı, sütunu, nə bilim, yarımçıq ev olur. Sən nəsə yarımçıqdan elə bir şey olmaz axırda, yenə də naqis olacaq. Allahın qalası, Allahın evi naqis ola bilməz. Ona görə sən bunların hamısını qəbul eləməlisən, bilməlisən. Və nəticədə gəlir o vilayət məsələsində ki, bu rəsmiləşir, evin kupçası verilir. Bu tam hazır oldu. Və həmin evi tikdirən, həmin evin yiyəsi, o daha düzgün bilir ki, hansı otaqda nə var, hansı yer nə üçündür.
ona təslim olmaq lazımdır. Ola bilərsən öz ağlından fikirləşərsən ki, mən buradan getsəm, gedib ora gedib çıxa bilərəm. Yox, Allah Teala özü sənə deyir ki, sən mənə arxayın ol. Mən sənə nə demişəm onu elə və nəticədə mən bilirəm də bu evin içində nə var, nə yox və mən bilirəm ki, sən hansı otağa gedib çıxacaqsan. Gecə namazı qılanlara hələ bir hədiyyə verəcəm ki, gözlərinə işıq gələcək. Demirək, nə verəcək? Desə də biz anlamayacaq onu. İndi gör, nə boyda bir şeydir ki, gözlərinə işıq gələcək. Bir yerdə buyurur, lədeyna məzid. Bəli. Biraz da artıq şeylər də var da nədir bilinmir. Biraz da ya ümumiyyətlə bilinmir. Məzid. Məzid. Ləhum ma yəşəunə fiha var. Yəni nə istəyirsiniz var o öz yerində. Sonra deyir lədeyna məzid. Yəni bəzi şeylər var ki, axı sən onu başa düşmürsən, mən səni necə başa salım? Gələrsən verərəm. Ayso. Ona görə qəribədir ki, bu təşbihlər hamısı ev məsələsidir. Ya fikir verirsiniz, evdən... İndi sizin o ev məsələvizə bir dənə ayə də zehnimə düşür. Bax, elə siz evdidiniz. Çox otaqlı olsa, elə. Ayə nədir? Deyir ki, ya'budunə Allah alə harfin. Bəzi insanlar ibadət edir, hərf kəlməsi işlənib. Hərf evin kəndarına deyirlər, əllamə deyir təslimdə. Bəzi insanlar gəlir, evin kəndarında dayanır, vəziyyətə baxır. Yaxşı olsa girəcək evə. Birdən oyan-buyan qaçdı. Bəzi insanların deyir, ya'budunə Allah alə hərfin. Dayanıb neytralda, özünü pis eləməz, başa düşürsən, vəziyyətə tutacaq. Yəni evin içində girməyib, kəndardadır. O xeyr eləsə girər, xeyr eləməsə neyniyəcək çıxacaq. Bir də mağara ki sözü, qala ki sözü deyirsiniz. Əslində özü bir dənə maraqlı bir dənə yanaşmadır ki, din məhdudiyyət deyil də əslində. Qala səni qoruyur. Bəli. Qorumaq üçündür səni. Yəni dində olan o qadağalar da yekunda da sənə kamalıva, rüşdüvə, yüksəlişvə xidmət edir və səni qoruyur. Qorumaqdır. Bəzən bu cür nə yox, əksinə ki təqdim olunur. İnsanlarda görsən bir fikir başqa cür düşünməyə başlayırlar. Axunddan ilhamlanmışam. Sən necə ilhamlandın ağa səndə? Seyid, icazə olar bir sual verim. Siz fikrinizi bildirəcəksiniz əlbəttə, mütləq şəkildə. Amma bir sual da verim, o suala da inşallah cavab verərsiniz də söhbətinizin əsnasında. Ümumiyyətlə, İmkan versiniz. O imkan versənlər. Ümumiyyətlə, tənbəllik göstərib, heç bir iş görmədən Allaha təvəkkül etmə, bax bu nə qədər yanlışdır. Buna da bir nəzər salaq da, bu məsuliyyətsizlik demək olar buna. Buna da toxunarsınız inşallah. Buyurun, söz sizdə. Əvvəla Allahın sistemində biz bunu çıxartmamışıq özə ki, biz durub 3 nəfər burada deyək ki, ay cəmaət, xəbərimiz var, həyat hərəkətdən ibarət. Həyat hərəkətdən ibarətdir. Sənin yanında bir nəfər yarım saat hərəkətsiz dayansa, deyirsən ki, deyəsən ölüb. Niyə belə deyirsən? Çünki hərəkət eləməmək ölüm kimi bir şeydir. Tənbəllik adı dində yoxdur. Onu hara qoyasan, Axundun dediyi o evin arasına qoyasan, yeri yoxdur onun. O mümkün deyil. O, yəni, müstəsna olur o. Ondan danışmağa dəyməz. Kimsə istər təvəkkülü, istər dinin başqa təlimatını tənbəllik ilə əlaqələndirirsə, nə bilim, başının altına yastıq qoymaqla əlaqələndirirsə, o bir alim demiş ki, o nə dindən başı çıxır, nə bu insanlıqdan başı çıxır. O, bəhs eləmək lazım deyil ki. Yəni, Allah Teala təvəkkülü niyə görə deyib? Axı, bəzi şeylər var, bizə bir şey tapşırılır. Deyir ki, bu tapşırığı yerinə yetirəkən bu işləri yerinə yetir. Məsələn, deyir ki, götürürsən yazmağa, qələmi götürürsən kağız yazmağa, kağız tut tərpənməsin. Sən durub sual versən ki, niyə tərpənməsin ki? Yazı yazacağım. Yazı üçündür də, yazıdan başqa nə üçündür? Təvəkkül nəyə deyilir? Hərəkət eləyəndə nəticədən qorxma, təvəkkül elə. Sonra mən durub deyim ki, hərəkət eləməliyəm. Bir də hərəkət olmayan yerdə o ədəb mələkə söhbəti var deyə məntiqdən. Yəni bu olmayan yeri təvəkkülü mənası olmayacaq. Bərəkətli olmaq. Bir arifin əhvalatı var. Orada təvəkkülün məcrası, axarı haqqında qəşəng bir bəhs olunur. Bir arif meşəyə düşür gecə. Zülmət, qaranlıq, yırtıcıların səsi gəlir. Bu qorxu da pis şeydə, görüş də ürəyin partlayacaq qorxudan.
Neyniyim deyir ki, ən yaxşısı budur ki, indi ki, əlimdən bir iş gəlmir, deyirsən o nə məqamı, dua məqamı deyil, təslim məqamıdır. Deyir, Allaha təvəkkül edəcəm. Nə olsa, Allah ki, xeyri mütləqdir. Yəni, Allah Taalanın etdikləri iki yerə ayrılmır ki, bəziləri xeyr, bəziləri şər. Hamısı xeyirdir. Mənə şər görünən də xeyirdir. Allaha təvəkkül. Gedir. Allaha təvəkkül gedir. Görür ki, xoruz banının səsi gəlir. Sevinir. Yavaş-yavaş içindəki təvəkkül azalır. Xoruzun səsi gəlir axı. Qurtardı da qorxu qurtardı. Biraz gedir, görür, işıq gəlir. Kəndə oxşuyur. Yaxınlaşır, sevinə-sevinə, ümid dolu, sevinc dolu. Görür, bir xaraba yerdir. Deyir, girim elə burada yatım, səhər durub yoluma davam eləyərəm. Girir, içəri girən kimi sən demə 3 nəfər oğru burada pusu qurmuşmuşlar. Bunu büküb yıxırlar yerə, bütün əlində olan o səfər tədarükünü alırlar. Buna da bir təpi vururlar, qovurlar burada. Gedir o xarabalığın o bir tərəfində bir küncdə oturur, fikirləşir. Ay Allah, sən təvəkkül eləmişdin. Bu nə məsələdir? Sənə təvəkkül eləyəni sən bu günə qoyursan, ağlayır, yatır. Yuxuda buna deyirlər ki, yalan danışma. Sən xoruza bizdən çox təvəkkül elədin. Sən yaxşı gəlirdin. Xoruzun səsini eşidən kimi məni dəyişdin xoruzuna. Keçdin ona təvəkkül eləməyə. Sən axıra qədər təvəkkül eləməliydin. İndi səhər oyan, qayıt get o xarabaya. Ayılır, görür səhərdir, namazını zaten qılır, gəlir xarabaya, görür canavar 3 oğrunun 3-ünü də parçalayıb, bunun var dövlətdə qalıb orada, götürür var dövlətini, gedir. Bəzən biz təvəkkülümüzdə Allaha böhtan atırıq. Əvvəldə möhkəm təvəkkül edirik. Sırf Allah naminə. Biraz gedən kimi Allah ki göndərir bəzi səbəbləri, müsəbbibi unuduruq, başlayırıq səbəblərə diqqət yetirməyə. O da qaldı o tərəfdə. Əsas budur. Ya şirk eləyirik, göydə Allah yerdəsən. Səbəbdən möhkəm yapış, düzgün elə. Nəticə ilə işin olmasın. Bil ki, Allah verirdi də bunu. Əsas sən onu düz eləmisən. Sənin istəyinləndir. Bu barədə bir dənə şey düşdü ayadıma. O Peyğəmbərimizin yanına gəlirdilər də, mübahisə eləyirdilər. Gəlirlər ki, düzünü diqinən ki, həqiqət nədir? İndi Peyğəmbərimiz deyirdi ki, bu adam düz deyir. Digər adam necə olurdu? Məyus olurdu, küsürdü, içərisində inciyirdi, filandır. Bizim də başımıza gəldi, zəng gəlirlər ki, filan şey filandır, deyirsən, yox, filandır. Başlayanda qəşəng salamla başlamış deyə, filandır deyəndən sonra sağ olub elə bir təhər deyir, sağollaşır. Yəni ki, sən nəticə ilə yerək razılaşasan da, Peyğəmbər qərar çıxartır, qəzavat eləyir, hökm verir. Burada udan tərəf də olur, haqlı tərəf udur, haqsız tərəf udur. Uduzan tərəf nə olmamalıdır? Məyus olmamalıdır. Ki, bilməlidir, bu həqiqətlə barışmaq məsələsi var da. Nəticə hər nə oldusa, Allah bilir də, xeyri bilmən. Yenə o ev məsələsinə qaydıram. Bütün bu təşbihlər... Travma almışsın deyəsən sən. Bu yağışlardan sonradır. Peyğəmbərimiz nədir? Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Yenə o ondan qapı, divar, qala, filan. Allah Teala dünya üçün oyun oynayacaq deməyin. Dünya evi üçün pisləmir dünya. Gəldi, gedərdi, filandır. Allah Füzuliyə rəhmət olsun, deyir ki, dünyaya ümid tutmaq olmaz. Hər giz ölümü unutmaq olmaz. Xoş xanəyi eyşdir bu aləm. Dərda ki, deyil əsası möhkəm. Allah Teala'nın bizə vəd etdiyi ev, qala, saray, şəhər, mən elmin şəhəriyəm Peyğəmbər deyir. Bunlar əbədi olanlardır. Bunlar düzgün, qalıcı olanlardır. İndi fikirləşirsən ki, filan dünyanın filan məşhur bir milyoneridir, məsəl üçün, pullu adamıdır ki, filan kəsin evində, onun evi necə olar? İndi bütün bu kainatı yaradan Allah, deyir o la ilahə illallah, bir dənə o evdir, bir dənə villadır, bir dənə qaladır.
bir dənə saraydır, bir dənə şəhərdir, hər nədir ki, ora daxil olmaq lazımdır. Ancaq bu binanı qoyan, binanın təməlini qoyan, bunu yaradan ancaq onun əli iləndir bu. Başqa cürdə mümkün deyil. Ona görə insan bütün hər yerdən ümidini kəsməlidir. Səbəbi düzgün qoymalıdır və hər nə nəticə olur olsun, ona arxayın olmalıdır. Bu tənbəllik yox. Axund Seyid bir dənə komment yazmışdılar. Axı keçən dəfə deyilmişdi, suallarınız olsa yazın. Suallardan biri bu idi ki, deyir ki, mən ayaqqabımı durub bağım bağlayıram. Xırda bir şeydir. Bu necə təvəkkülüm Allah'dır. Dururam bağlayıram da deyir. Yəni asan məsələdə mən niyə təvəkkül eləməliyəm? Belə bir mövzu da suallardan biri də əslində maraqlıdır da. Seyid də ona toxundu ki, hər məsələdə gələk təvəkkül eləyəsən də. Yəni belə deyil ki, bu filan məsələdə. Hətta bir dənə hədis yazmışam burada, deyir ki, ət-təvəkkül əlallah dərəcələri var. Bu kəmiyyət baxımdandır. Buyurur, minha ən yətəvəkkələ əlallah fi umurikə kulliha. Bütün işlərində, nəinki məsələn asan, çətin. Ümumiyyətlə, asan, çətin məni üçün var, Allah üçün asan, çətin anlayışı yoxdur. Razısınız? Və huvə əleyyə heyyin. Allah Quranda deyir. Olmasaq da elədir. Bir varlıq ki, istəklə iş görür, onun üçün nə asan, nə çətin. O sual verənin sualına cavab verildi. İndi istəyirəm. Cavab versən buyur. Sonra gəldim, amma deyil. Bu, mən də fikrimi deyim ki, ayaqqabının bağını elə bağla yinən ki, düzgün bağla. Yəni, sallanmasın ki, ayağı ilişib sənə yıxmasın. Sən onu düzgün bağla, ondan sonra Allaha təvəkkül elə. İndi ayağının altında daş qalacaq, yıxılacaq, onu başqa mövzuda. Əsas odur ki, ayaqqabı bağı ilişməsin ayağı. Bağlayıram da, bunu niyə burada Allaha təvəkkül edim? Bunu bağlayanda bağlanacaq. Hələ özüm deyib bağladım da bunu. Əslində, bu oradan gəldi məsələyə. Mən deyərdim ki, bəzi vaxtlar bizə xırda görünən məsələlər həyatımızda məgər azmı olub ki, günlərlə onun qabağında başımızı itirmişik, çarə tapa bilməmişik. Hərdən bir nəfər sadə adi bir insan bir dənə söz deyib, bizim bir dənə böyük problemimiz həll olub. Bir dənə fikirlə. Adam özü də utanır ki, gör, məsələn, necə oldu? Məsələn, mən bunu oxuyurdum, onu oxuyurdum, amma bunu mən bilmədim. Elə bil Allah xırda bir dənə məsəllə, bir dənə böyük bir məsələni hələ. Biz də özümüz həmişə öz həyatımızda sadə xırda məsələlərdə də ilişmişik bəzi vaxtlar. Allah, bəzən görsən, adam neysə unudur. Gəlmişik bir dənə söhbət eləməyə, gəlmişəm səndən filan söhbət var, sizin də vaxtınızı almışam. Vaxt ayırmışıq da, gəlib oturmuşuq, söhbət yaddan çıxıb. Hər şey danışırıq, yadıma sala bilmirəm. Hərdən Allah insana öz acizliyin, bax görsən, hafizən də mənim əlimdədir. Ya məsələn, Fironu Allah sübut elədi. Ayaqqabının bağı qırıla bilər də. Dartırsan ki, bağlayasan. Mən ilişib qalmışam bu ayaqqabıda. Allah saxlamış. Düz bağlamayıb. Kaş hələ bizim bütün işlərimiz ayaqqabı bağını bağlayacaq qədər asan olaydı. Bütün işlər bu cür asan deyil axı. O qədər. Yox, məsələ başqadır. Bu cürdə yanaşma var. Çünki Allah oldu sənə. Təvəkkül qaldı ayaqqabına. Allah Teala Həzrəti Musa'ya deyir ki, mən istəyirəm heyvanların da yeməyini məndən istəyəsən, arpa samanını. Lobnos asan işdir, qeyb oradan götürüb verəcəksən. Sənə asan gəlir. Bir də ki, hər səbəbi verən Allahdır da. Yəni, sən tursa əyilirsən, aşağı qalxırsan, yuxarı durursan, sən o qədər sadələşib ki, belə olmalıdır, belə yaşamalıyıq da. Yəni, bunların hamısını Allahın kökündə baxırsan bir lütfu var. Buna bir səbəbiyyəti verib. Bunu verməsəydi, bu necə ola bilərdi ki, məsələn, Musa Peyğəmbərin söhbətidir, deyir, xəstələnir, deyir, mən o dərmanı qəbul eləməyəcəm də, nəsə gətirirlər, bir məcun gətirirlər bitkilərdən, deyir, qəbul eləməyəcəm. Allahdan Musaya cavab gəlir ki, ya Musa, ərəddə ən təbtulə hikməti bir təvəkkülkə, mənim hikmətimi öz təvəkkülünlə dağıtmaq istəyirsən, əsla belə olmayacaq. Səbəb də mənimdir. Səbəb də mənimdir. İşi düzgün qurmalısan, nəticəsən. Yenə də ona da mən vermişəm onu ki, səni sağaltsın da. Düz deyil. Niyə bunu içəndə mən sağalmalıyam? Sualdır da. Niyə mütləq elə bu dərman məni sağaltmalıdır? Bəli, içdim, sağalıram. Amma bir dənə kökünə baxsan, o tovhizi tapacaqsan. Bu qədər Seyid buyur. Aksiomalar bizi aldadır da. Adını ki, aksiyoma qoymuşuq. Məsələn, susadın, su iç, susuzluğun yatsın. Heç kəs demir ki, niyə? Su içəndə, niyə mən duz yiyəndə susuzluğum yatmır? Düzdür. Orada artıq Allahın hərəkətidir.
Orada biz adın qoymuşuq aksiyoma keçib gedək ki, Allah olmasın ortalıqda. Ona görə deyir ki, ayaqqabı bağlayıram da burada nə var ki? Burada nə var? İndi burada nə vardı da? O Musa əleyhissalamı dedi sadəcə. Deyir, Musa əleyhissalamın çox işi çətin oldu əvvəllər Bəni İsraili başa salmaq üçün. Başa düşmürdülər də, deyirlər. Ata-babadan biz Fironun köləsi olmuşuq, sən gəlib təzə din gətirirsən bizə falan. Sonra başa saldı. Az da deyil də, təxminən 300 minə qədər yazıblar Bəni İsrail sayını. İndi bu 300 minlik, hələ deyək ki, 30 min olsun. 30 minlik qoşun, dəstə, bunların əşyaları var, köçürlər Misirdən, tədarük görüblər. Necə hərəkət eləyərlər? Yavaş-yavaş, ləng-ləng. Firon mindirib qladiatorları arabalara, sürətlə gəlirlər. Nil çayına çatanda bunları haqladılar. İndi ixtilaf var, Nil çayıdır, Qırmızı dəniz idi. Hər halda Nil də az şey deyildi də. Yəni, Nil çayı balaca bir çay deyil ki. İndi burada haqladılar. Bunlar başladılar ki, özü Quran deyir ki, o qədər yaxınlaşdılar ki, bir-birlərini aşkar görürdülər. Yəni, haqlayırdılar artıq. Fironun qoşunu, Musa Aleyhisselamın, Bəni İsrailinin qoşunu. Musa Aleyhisselam dedi ki, narahat olmayın, Rəbbim mənləndir, o mənə doğru yola hidayət eləyəcək. Nəsə, Allah əmr elədi, vurdu çomağı dəryaya, əsanı. Dərya aralandı, yəni o su ki, divarları yıxıb gedirdi, oldu divar. Su oldu divar ki, bunlara təhlükə olmasın, bunlar keçdilər. Maraqlıdır. Keçəndən sonra Allah orada bir ayə buyurur. Buyurur, fətrükil bəhrə rəhva. Musa, da dənizlə işin olmasın. Da çayla işin olmasın. Yazırlar Musa Aleyhisselam dedi ki, vurum yenə əsanı ki, bu çay bağlansın, dedi, işin olmasın. O da mənli idi. Biz deyirlər, burada belə eləyib də, sistem belədir. Vururam, açılır, vururam, bağlanır, işin olmasın. Mənim dediyimi elə. Bax, Allahdan... O demək deyil ki, elə əsa əlində də hələ hara çatdı, nə istəyirsən, yeyəsən, o deyil də. Bəzi şeylər var, biz orada Allahı görməliyik. Oranı boş saxlıq. Məsələn, bir dənə eksperiment kimdir? Stəkanda su var. Bu suyu tamamilə boşaldıram yerə. Stəkanda nə qalır? Heç nə. Düz deyil axı. Stəkanda hava qalır. Hava da bir varlıqdır ya yox. Biz deyirik, ay Allah, mən istəyən şey yoxdursa, heç nə yoxdur. Allah deyir, elə deyil axı. Var. Sən elə bilirsən, sənə o biri lazım idi. Sənə elə bu lazımdır əslində. Sənin tərbiyyən üçün bu lazımdır. Bax, işlətdiyim o ifadə ki var, İslam fəlsəfəsində var, xeyri mütləq. Çox gözəl bir misal var alimlərdən biri. Deyir ki, sən bir otağı doldurmuşsan Quranla. Sənə deyirlər ki, bu otaqda Qurandan başqa heç nə yoxdur. Sən mümkündür buradan bir kitab götürəsən və o Quran olmasın? Xeyr. Mümkün deyil ki. Ehtimal olsa ki, başqa kitab da var, onda deyərsən ki, ola bilər. Amma hamısı Qurandırsa, əlmə atdım riyaziyyat mümkün deyil ki. Bu xeyri mütləqdir. Yəni, xeyirdən başqa bizim üçün, Allah bizim üçün, demək də asan deyil, indi biz deyirik, elə çıxır ki, biz bunu yaşayırıq. Asan deyil, yəni təvəkkülün bir çox mərhələləri qeyri-ixtiyaridir. O, lazım olan mələkədən sonra gəlir. Tövbə də elədi, təvəkkül də elədi. O, uşağı dedicə atır özünü ananın qucağına. O, uşağın fitrətində var da. Yox, uşaq fitrətində Biz elə o məqamda yox ki, bəxtinizi bir dahasını. Biz elə görə düşməyim. Xeyri mütləq, yəni mümkün deyil sənə zərərli bir şey olsun. Bizim Allaha tövhidimizdə problem olduğu üçün təvəkkülümüzdə problemimiz var. Orada Allahı yaxşı tanımırıq. Şuurumuzun alt qatında var ki, bəlkə Allah burada mənə pisliyə eləyəcək. Bəlkə bu xəstəlikdən pisliyə eləyəcək. Bu mövzuda da niyə insan təvəkkül eləyə bilmir? Bu Seyid dedi, yəni iki dənə əsasən əxlaq üstadları fikir bildirir. Bir yəqinin azlığı, insan biraz yəqini elə bil ki, azdır. Mərifətində problem var. Bir də ikinci məsələn gətirirlər mövzuya ki, qorxaqlıq. Qorxaq insanlar təvəkkül eləyəmir. Çox yersiz ehtiyatlar eləyir, inanmır da, qorxur. Bunu məsələn əxlaq üstadlarından biri... Təvəkkülün verdiyi o faydalardan biri də cəsarətdir də. Adama şücaət verir, adam... Onun ən gözəl nümunələrindən biri sual. Züleyxadan qaçan Həzrəti Yusuf əleyhissalam açarla açdı qapını. Kimsə ona zəmanət vermiş ki, aç, əli ilə par. Nə elədi orada? Yusuf əleyhissalam dedi ki, mənim işim burada, buradan qapıya qədərdir.
Qalan nə olacaqsa Allahlıqdır. Yenə də bax görsən çalışdı da. Bir sual verdi za. Getdi. Yəni təvəkküllə çalışmaq. İbn Cəfər ağaya sual verdi ki, bunlar bir-birini necə tamamlayır? Bax o da qaçdı. Orada gəlir. Bir də Seyid danışa-danışa yadıma ayət düşdü. Və laqad awhayna ila Musa an asri bi ibadi. Biz Musaya dedik ki, götür qövmünü çıxart. Əsri sözü sərəyədən götürülüb. Bir ərəb dilində səyərə feili var. Seyir eləmək. Bir var sərəyə. Sərəyə seyirdir, amma gecə seyrinə deyirlər. Hər seyrə demirlər. Subhanəlləzi əsra bi əbdihi. Sərəyədir, sərəyə. Gecə apardı Allahı, Peyğəmbərini meyraca. Gecə meyraca aparır. Musaya da deyir ki, gecə çıx. Niyə? Buyururlar ki, gecə taktiki gedişatdır da. Yəni, gecə qaranlıqdır. Elə belə deyir ki, Allaha təvəkkül çıxdım. Bir dəqiqə deyən, bəzi iman əhlinin belə problemi var. Mən Allaha təvəkkül eləmişim. Allaha təvəkkül eləmişsə bir tədbirin olsun. Diqqətin olsun. Bax, gör necə addım atırsan. Allah Musanı onsuz da qutaracaq. Amma deyib, biz bir şərtlə səni qutaracaq. Gecə çıx. Gecə çıxacaqsan. Sən tədbirli olacaqsan. O taktiki addım atmalısan. Onlar duyuq düşənə qədər bir yol gedəsən. Ehtiyatı da əldən verməməlisən. Burada da bir dənə ayə var. Onu bir ağlara saxladım özümdə. Çox maraqlıdır. Bir xof namazı var, bilirik də hamımız. O müharibədə. Onun qılınma qaydası var da, mən ora qayıtmıram. Necə qılınır? Peyğəmbər durdu qabaqda. Məsələn, cəmaat bir qismi qoşulur Peyğəmbərə. Amma bir qismi neyinir? Gözləyir, mühafizə eləyir. Sonra o tez qılır, o birisi qism gəlir Peyğəmbərə qoşulur. Bir dənə ayə baxın. Deyir, İzə kunta fihim fəəqantələhumus-salat fəltəqum taifətun minhum mə'k. Peyğəmbər, sən onların yanında oldun, namaza qalxdın, bir qrup da insan gəldi sənə qoşuldu. Qoşulsun, eybi yoxdur. Vəliyə əxuzu əslihətəhum. Silahları da üstündə olsun. Namaz qıl. Daha məsələn bu silahı atmısan, Allaha təvəkkül, bismillah, yox, silahın üstündə, yaxşı, yəni, hər an səni vurarlar. Sistem işləyir, boş-boşuna deyil. Təvəkkülə Bir mexanizm var. inanmamaq deyil. Bu təvəkkülə... Təvəkkülün özüdür. Təvəkkülün özüdür. Mexanizm belə işləyir. Tədbiri düzgün qur günə. Əli Əleyhisselama biri dedi ki, Əli Əleyhisselam dayanmışdı, uçan binanın arxasında keçdi o tərəfə, dedi ki, nə oldu, Allaha təvəkkülün yoxdur. Təvəkkülün var, ağıl da var, Allah ağıl verir baxı. Mən keçim bu tərəfə, bu biri sağlam divarın üstündə aşmamasına mı Allaha təvəkkül edirdim? Allahın bir təqdirindən o. Bu məsələ çox vacibdir, ha. Bəzilər deyir ki, bəzilər deyir, bir çox alimlər, mən yadıma edir, mən də qabaq söhbətlərimdə demişdim bir dəfə bunu, bilmədiyim vaxtlarda. Ki, Yusuf Aleyhisselam biraz elə bil ki, Allaha təvəkkül eləmədi. O zindandan çıxana dedi ki, şahın yanında denən ki, məni nahaq tutublar. Allah'ımı qəbul eləmirdi, o fikir təslim. Deyir ki, Yusuf Aleyhisselam əgər fikirləşsəydi ki, bu adam gedir şahın yanına, bu nə deməyim? Allah özü eləyər. Bu Yusufun məqamı, İbrahim Aleyhisselamın məqamı kimi nəhəng deyil. Daxı Cəbrail Aleyhisselam desin ki, sən Allah göndərib özün gəlmirsən, deyir özüm gəlmirəm, deyir yergə səni istəmirəm. Yusuf Aleyhisselam o məqamda deyil daxı. Yusuf Aleyhisselam məqamı bunu tələb edirdi ki, bacardığı və elə. Bacardığı və elə o məqamı çıxsan ki, o dedir o mürdəşirin yanındakı ölü kimi, o qalır İbrahim Aleyhisselam məqamına. Heç mən istəmirəm də. Allah görür də. Yəni ora çatıb. İbrahim onu deyə bilər, mən sən deyə bilmərik. Niyə? Çünki bir dənə Allah zərbə vuracaq. İbrahim Aleyhisselam Qalaqçılıqdır. Təslim təfsirinin müəllifi bu mövzuya çatanda deyirsiniz ki, Yusuf Peyğəmbər dedi ona ki, get şaxa, neynə, çatdır da məni. Deyir ki, bunu deyirsinizsə ki, bu düz eləmədi. Bu vəsilə idi, vasitə idi. Vasitədən yaxşı mənada yararlandı. Yeri gələndə deyir, quyuya düşmüşdü. Vedrəni atdılar, desin ki, yox, mən Allah başqa cür çıxdı. Vedrəyə oturdu, qaldırdılar. Bir vəsilə idi də, vasitələrdən istifadə elədi. Allah neynə məlidir ki, bəşər üçün. Amma bayaqki məsələ də var da, o qaçırdı, o qədər şovqla qaçırdı Züleyxadan ki, qəşəng söz. Qapıları açarla açmadı ya. Özdə ələl xüsus da o ağlaqatdır da, qallaqat idi da, lap bərk bağlamışdı ya. Bir var elə belə bağlayar. İşin möhkəm tutmuşdu. Mübaliğədə deyir də ki, bərk-bərk bağlamışdı. Bu heç açarıza da ehtiyac olmadı. Amma yenə də səbəbi nə eləmişdi? Düzgün tutmuşdu ki, ondan o qədər şovqla qaçırdı ki, əlini atırdı qapıya, qapı açılırdı. O Yusuf Aleyhisselama Züleyxa onu təşkil edəndə bir dənə ifadə işlədir. Məazəllah.
Sığınacaq Allahdır. Və sığınacaq Allahdır. İndi səni bir günaha təşviq edir, hücum çəkir sənə, hər şəraiti yaradıb, məcbur eləyir, sən qulsan o ağada, hər tərəfdən Yusuf Aleyhisselamın qaçışı yox idi. Allah hardadır ona doğru qaçsın? Allah bağlı qapıdadır. Çünki qapıya qaçmırdı Yusuf Aleyhisselam, qapı bağlı idi. Seyid ağa, bu boyda mühüm məsələdə Quranda nə qədər ayə var? Təsəvvür edin, bəzi insanlar deyir ki, Yusuf Züleyxa söhbəti yoxdur da. Çox qəribədir. Konkret ayədir ya. Bax, ayəyə baxın, mən açdım, elə bilə-bilə söz danışa-danışa. Bu ayələr necə izah olunmalı? Siz ala. Və ravədəthu ləti huvə fi beytiha. Ravədəthu xanıma işarədir də. İndi hamımız ərəb qrammatikasını oxumuşuq da. Ravədəthu ləti huvə fi beytiha. Ən-nəfsihi və ğəlləqətil əbvab. Qapılar bağlı idi. Və qalət heydələk. Gəl mənə tərəf. Bu deyir, maazallah, Allah. Bu kim, nə söhbətdir bu ümumiyyətdə? Sonra və ləqət həmmət bihi və həmmə biha. O xanım buna tərəf üz tutdu, istədi, meyl elədi və həmmə biha. Və sonradan davamını mən keçirəm də. Və stəbəqəl bab. Gəldi, çatdı. Yəni Züleyxa da qaçırdı bunda. O da qaçır bunu da alacağım. Və qəddət qamisəhu min duburin. Köynək arxadan cırıb. Bu söhbətlər, yəni, siz təsəvvür edin ki, bir dənə Züleyxanın adı yoxdur. Hamısı irfani məqamlardır, hazır. Orada bir dənə var. Təsəvvür edin, bir dənə Züleyxanın adı yoxdur. Yəni, bu boyda mövzunu inkar eləmək olar. Bu, yəni, siz nə deməkdir? Tutaq ki, misal deyir, amma səhabələrin adı keçməyib Quranda. Deyir, səhabə yoxdur. Səhabənin hadisəsi yoxdur. Tarixi inkar eləyək. Tarix yoxdur. Bu boyda, məsələn, məsələni necə həll eləyəcək? Doğrudan da gələk, həqiqətən mən bir söz niyə danışıram, biz niyə danışırıq, daha doğrusu hamımız danışırıq da. Bəzi dostlar, qardaşlar, izləyicilər hərdən hər xoşa gələn sözə də hər eşitdiklərinə, dəlillə, sübutla olan sözü qəbul eləyərlər. Düz deyil. Mən nə istəyirəm danışım bundan sonra. Başa düşürsünüz. Bu bir söhbət deyil axı. O qarşı tərəfdə gələk bu məsələni inəsin. Çünki orada onların təvəkkül məsələsindən gəldiyi də mənə yadıma düşdü bu mövzularda. Ya, bu Musa Aleyhisselamın əhvalatı çox əcib, qəribdir. Əvvəl dəryada, arxada da Fironun qoşunu gəlir. Allah Teala Musaya deyir, qorxma. Dəryadan qorxma. Sonra dəryanı açır, asfalt eləyir. Musa Aleyhisselam keçəndən sonra qorxur ki, bu asfaltdan gəlir, asfaltdan qorxma. Yəni, ancaq mənə təvəkkül. Sən işivi gör. Qalan mən idi, amma işivi gör. Peyğəmbər sallallahu aleyhi və aleyhi qəbir düzəldirdi, başladı, o tərəfini hamarladı, bu tərəfini hamarladı. Biri qadı, ya Rasulallah, özünüz buyurursunuz ki, qəbirləri çox belə ucaltmayın. Bu, niyə belə eləyirsiniz siz? Buyurdu, adam gərək gördüyü işi dolğun yerinə yetirsin. Tam kamil yerinə yetir, sonra Allaha təvəkkül. Və burada bir məsələ unudulur adətən. Təvəkkül etmək işdən sonra deyil. Mən işimi gördüm, indi Allaha təvəkkül edirəm, yox. Dəvəni bağla, sonra... Dəvəni bağlamaqda da Allaha təvəkkül edir. Bayaqki məsələ. Yəni, qayıtdıq ayaqqabını. Hə, yenə qayıt. Yəni, sən Allah bir dənə baş parmağı olmasa, sən ayaqqabını necə bağlayarsan? Dəvəni necə bağlayarsan? Ümumiyyətlə, nə iş görə bilir? Təsəvvür edin ki, Allah insanlarsa baş parmaq yaratmayıb. İndi cərrahlar əməliyyat yaparsınlar. Yəni, hər şey bərbad olar bizim Allaha təvəkkülümüz olmasa, bir an içində Allah Teala hər şeyi məhv eləyər və məsələn, istəyəm qeyd edeyim, bu, veriliş namına deyilmiş sözlər deyil, məhv eləyər. Hələ ki, eləməyib o demək deyil ki, eləməmişdən qabaq 4-5 dəfə yarımçıq eləyəcək, sonra biz başlayacaq, bir dəfə eləyir. O uşağı deyirsən, qaçma maşın yoluna, maşın vurar səni. Uşaq bir-iki dəfə qaçır, deyir, olmadı ki. Elə bilir ki, elə həmişə belə olacaq. Vurandan sonra sən ayılıb deyəməyəsin, hə, beləymiş, vururmuş, getdi. Bəzi şeylər var, oldu, qurtardı. Allah Teala zarafat eləmir, oynamır. Əfəhəsibtum ennəmə xələqnakum əbəsə. Əyəhsəbül insana ən yutrəkə suda. Elə biz mən sizi boş-boşuna yaratmışam. Boş yaratmışam sizi. Yəni, hər saniyəviz nə zaman hazırsızsa, elə bilməyin xoşunuz gəldi azmaqdan. Şeytan sizi azdırdı. Nə zaman hidayət olursunuzsa, elə bilməyin ki, zirək oldunuz, hidayət oldunuz. Allah sizi hidayət elədi. Bu aranı tutmasan, insanın həyatı olar belə. O alim qəşən deyir, təslimin müəllifi deyir ki, heyvanlar aləm verilişi çəkirlər, görsən. Deyir, ceyran
belə anasından dünyaya gəldi, filan yeməkləri yedi, sonra aslan onu parçaladı. Qardaş deyir, nə olar deyəsən ki, Allah bu ceyranı yaratdı. Niyə demirsən bunu? Niyə Allahı çıxardırsan kontekstdən? Və təbiət var. Və təbiət belə çox mövhum bir məfhumdur. Təbiət nədir? Təbiət insan olmasa, heyvan olmasa, dağ olmasa, su olmasa təbiət kimdir? Təbiət nədir? Çox absurd, gülünc məsələlərə yapışılır. Mən axı beynəlxalq televiziyalarda bir neçə dəfə görmüşəm. Deyib, bizdə demirlər, bizdə biraz çəkinirlər də. Utanırıq Allah adına. Utanırlar, hə? Amma xaricilər, məsələn, o... Deyənlər də var, deməyənlər də var. Okyanın dibi, məsələn, okeanoloq... Haqlarına girməyək. Okeanoloq, o səyyah Jakov Kusto da, adam oyun çıxardı. Hamısı demir də, ancaq əksəriyyət demir də. Ümumiyyətlə, biz söz danışanda nə deyirik, məsələn, deyir ki, Talih səni nə gözəl yaradıb. Yəni, Allah sözündən utanırıq, xəcalət çəkirik. Allah köməyimiz olsun. Bir dənə də istəyəm də bu istəyirik birləşdirək də bu təlaşla çalışmağı. Bu tərəfdən də Allahı təvəkkülü. Bir İrfanın gözü ilə baxsa bir tərəfi vəhdətdir, bir tərəfi kəsrətdir. Orta xətt tutmalıyıq. Bir dənə hədis. İzə ərədə əhadukumul hacə fəlyubəkkir iləyhə. Əgər bir nəsə iş görmək istəyirsinizsə, yubəkkir tərcüməsi yəni səhər qalxın işə. Manatunda, yəni əziyyət və salıcı. Başqa bir əsə vəl-yusri əl-məş iləyhə. Sürətdən çalış, səy göstər və Allaha təvəkkül elə də. Yəni, həm burada səy var, həm təvəkkül var. Bunlar ikisi də biri digərini tamamlayır. Nəinki biri digərinə ziddir. Sadəcə bizim istədiyimiz burada bir ağdan özümüz danışmaq istədiyimiz mövzu bundan ibarətdir. Həlak eləmişik, əslində tapamırdım o sözü. Həlak elədiyimiz mövzu bundan ibarətdir ki, kişi, sən səbəbləri adiləşib gözündə Seydağa demişkən, hələ deyirsən ki, su içdiyim, susuzluğum getmə. Niyə getməlidir adama deyələ, düz deyir də kişi? Niyə getməlidir? Bu səbəbə verən kimdir? Düzdür. O bir nəvər deyildi, 2 dənə toxumdur, adı. Həm eyni torpağa tökürsən. Şüyündən banan. Eyni günəşin şüasıdır. Birindən məsələn alma ağacı, birindən armud ağacı da. Yəni bu fərqliliklər, buna bu səbəbiyyəti verən, buna bu səbəbi verən bir qüdrət var ki, onun adı fəlsəfədə də müsəbbibul əsbab. Bu nəticə gecişəndə əksər insanlar ümidini itirirlər. Bax, bu da bir mövzuya toxunmaq istəyirdim. Problemdir bu. Axund o mövzunu açdı. Səbirsiz deyir cəmaət. İmamlar, övliyalar dualar eləyiblər, zahirən qəbul olmayıb. Məsələn, Həzrət İmam Hüseyin Əsələm Kərbalada dualar eləyir. Bir çox dualar eləyir. Biz baxırıq ki, zahirən qəbul olma daxil elə bil ki. Əllamə Təbətəbəyə rəhmətullahi aleyhim bir dənə bəhsi var. Seyid Ustad, üzr istəyirəm, orada səsləyir ha insanları ya. O da sanki cavabsız qalır da, amma illər sonra, əsrlər sonra cavabını tapır, yerini tapır da. Əllamə deyir ki, Musa əleyhissalam 70 nəfər alim seçdi öz qövmündən, getdi Tur dağına və orada dedi ki, Rəbbi ərinə ənzur ilək, ilahi, göstər özüm, mən səni görüm, baxım, mən sənə baxım. Allah təala burada ləntərani yağmur. Sən görənməzsən və hadisələr oldu da indi qəşş elədi, özünə gəldi, tövbə elədi. Deyir, bu hadisə qapalıdır. Nə oldu, nə baş verdi orada? Musa əleyhissalam nədən tövbə elədi? Nə məsələ idi? Deyir, Musa əleyhissalam uşaqdır məyər, cahil şeylər istəsin Allahdan. O istək, əgər zahiri mənada qəbul olunsa, özünü göstər. O, Bəni İsrailin sözü idi ki, əgər lən nu'minə ləkə həttə nərəlləhə cəhrətən, Allaha açıq-aşkar göstərməsən, iman gətirməyəcək. Allah buyurur, fəxidəthumus saiqə, ildırım gəldi. Onlar öldü. Vurdu onları. Yəni, kim ki cahil bir şey istəyir, Allah cavab verir. Musa əleyhissalam istədiyini alır, biz görmürük. İmam Hüseyin əleyhissalam Kərbəlaya gedəndə Rasulullah sallallahu aleyhi və yuxuda nə demişdi? İnnəllaha şəən yərəkə qətila. Allah səni öldürülmüş, şəhid görmək istəyir, bir məqam var, sənə onu verəcək. İmam Hüseyin o məqamı istəyirdi. Həzrət Musa nə üçün tövbə elədi? O ölənlər dirilsin deyə.
O bədbəxtlər öldülər ha onlara. Onlar tezdən dirildilər də. Onlar üçün tövbə. Cəmaat məni doğruya yoxsa. Apardım bizim alimləri. Özü onların arasında seçmişdi ya. Bəxtə Musa, qalman səbri ilə. Hətta deyirlər, təfsirlərdə var idi, 72 nəfər idi, belə söhbətlər var idi. Onların arasında seçilmişləri fərilərini aparmışdı. Onlar da öldü, tövbə elədi, tezdən dirilsinlər. Demək istəyirəm Özü çələmirdik. Demək istəyirəm ki, o deyirlər övliyaların duaları, onlar qəbul olur, onlar bilirlər nə istəyirlər. İslam, əxlaq, seyri suluş, irfan elmində bu deyilir. Əgər sən təqvalı oldunsa, Allahın dediklərinə qulaq astınsa, Allah sənə bütün aləmin ixtiyarını verir. Sadəcə, orada adam elə böyüyür, görüşüb, "Fəməl həyatud dünya illə məta." Bu əmtədir, bu oyun oyuncu. Mən bunu neynirəm? Elə bir ki, uşaq böyüyüb 25-30 yaşı olub, ona öz videosunu göstərirsən ki, sən bax yadında əmzikdən qaçırdın, soskadan qaçırdın, soskanı tələb eləyirdin, bibərzat sürtürdü. Gəl sən əmziyi ver. Kişisən ay kişi, mən 50 yaşım var, mən indi kabab yiyən vaxtlarım. Niyə? Çünki öldürəsən ora qayıtmaz. Ya məsələn, bir dənə super maşın ver bir nəfərə, avtomobil ver, deyən ki, bunu istəyirsən, ya uşaq vaxtı oyuncaq istəyirdin, nə almadıq sənin üçün travmalıdın, bunu alım sənin üçün. Ağladım, nə deyəcək? Deyəcək, mən uşağım. Övliya Vəliyullah da böyüyəndə görür ki, mən nə istəyirdim, ay Allah, bu nə biabırsılıqdır, bu nədir? Bunu adam istəyər. Ona görə deyir, mənə başqa şey ver. İstəyən oğlumun başını kəsim, istəyən Əli Əkbərimi qurban verim, istəyirsən özümü oda atım, istəyirsən mişarrasınlar məni, amma sən razı ol, sən xoşun gəlsin məndən. Şadam ki, ilahi tökülə qanı Hüseynin öz dilindən deyir, Seyyid Əzim rəhmətli İmam Hüseynin öz dilindən. Özü deyir də, yəni İmam Hüseynin deyir, şadam ki, ilahi tökülə qanı Hüseynin, ta razı ola eşqidə cananı Hüseynin. Özü bir söz boyda rizən bir qəzaikə təslimən. Sonda da sığortalayır ağa. Rizən bir qəzaik, qəza və qədəri və razıyam və təslimən li əmrik, əmr və təsliməm. Amma la mə'budə sivak, səndən başqa ibadətə layiq yoxdur. Loğlanmıram ha, yağ səlmüstəqim. Ay, kimsə sizlərin əlindən tutan. Mənim səndən başqa çarəm yoxdur. Hər halda sən tutdun. Bunların hamısında sənə arxalanıb deyirəm, sənə təvəkkül edib deyirəm. Və təvəkkülün də məntiqi nəticəsi bundan ibarətdir ki, mütləq Allahın lütfu olacaq. İndi ola bilsin zahirən görünmür, bir müddətdən sonra görünəcək. Nəticə mütləqdir, oyan buyan yoxdur. Bir hədisdə İmam Cavaddan deyirəm sizə. Keyfə yüzəyyəu minəllah kafiluhu. O bir insana ki, Allah kəfildir, Allah deyib, mənəm. O heç vaxt işi zay olmaz. Mümkün deyil. O nəticəsiz mümkün deyil. O nəticə verəcək. İndi ola bilər nəticə bəzən elə belə deyək də bir zaman lazımdır ki, Musa ilə Harun dua elədi, dedi, qəbul oldu, 40 ildən sonra nəticə verdi də. Çünki yetişməlidir cəmiyyət, özüm yetişməliyəm. Mən bir şey istəyirəm ki, ona hələ tutumum yoxdur da. Allah ondan qaba başqa xırda neymətlər verir. O neymətləri mən əldə edirəm, ruhum başlayır böyüməyə, axırda gətirir, onu verir. Nəticəsi ərbəyindən sonra başladı. Sözsüz. Ustadlar, gözəl, Allah razı olsun sizdən. Sizdən də razı olsun. Möhtəşəm təhlil, yenə həmişə olduğu kimi bəzi dostlar irad deməyim, sadəcə fikir bildirirlər ki, acı biraz müdaxilə olmalıdır, biraz sən də danış, deyirəm, mən danışmaq üçün yoxam orada, mən danışdırmaq üçün varım və bunlar da çox gözəl çatdırırlar ustadlar, danışırlar. Burada əlavə heç bir şeyə ehtiyac yoxdur. Mən elə biləm, duzu istiyordur, hər bir şeyin öz yerindədir. Ustadlara Allah can sağlığı versin. Bəzən olur, bəzi verilişlərdə olur ki, məsələn, elə qonaqlarım olub ki, məsələn, gəlib bir sual vermişim, 2 dəqiqə cavab verib vəssalam, gözləyib başqa sualı. Mən məcbur olmuşam orada müdaxilə edeyim, biraz danışam falan. Amma maşallah, siz sözü alırsınız məndən, vəssalam, dayanmaq istəmirsiniz. 3 nəfər yox. Bəli, təbii ki, bunu da nəzərə almaq lazımdır. Birlikdədir. Güc birlikdədir, Allah sizi qorusun, ustad.
əski olmayasınız cəmiyyətdən. Bütün alimləri, ruhaniləri, ilahiyyatçılarımızı Allah qorusun, canlarını sağ edəsin. Əziz və möhtərəm izləyicilər, növbəti həftədə yenə inşallah maraqlı mövzu ilə qarşınıza çıxacağıq inşallah. Allah sizi salamat edəsin, sağ olun.